Sizlərləyik. Təlimimizin mövzusu insan hüquqları, kişi, qadın və uşaq problemləri kontekstində olacaq. Bu gün təlimçi qonağımız Atilla Öztürkdür, hüquqşünas. İlk öncə təklifimizi qəbul etdiyi üçün Atilla bəyə təşəkkürümüzü bildiririk. Atilla Öztürk bizə gündəlik həyatda bəzən görmədiyimiz, amma yaşadığımız hüquq pozuntularından danışacaq. Ümid edirəm ki, bu təlim hər biriniz üçün faydalı olar. Təlim zamanı səsləri bağlı saxlayaq, təlimə və təlimçiyə mane olmayaq. Sözü vermək istəyirəm təlimçimiz Atilla bəyə. Buyurun, söz sizindir. Salam, hörmətli iştirakçılar, axşamınız xeyir olsun. Bugünkü mövzumuz insan hüquqları kontekstində uşaq, kişi və qadın hüquqlarıdır. Səsim gəlir. Bəli, səsiniz və görüntü aydındır. Bugünkü mövzumuz çox maraqlı bir mövzudur. Gündəlik həyatımızın müxtəlif sahələrində yaşadığımız, bəzən də isə fərqində olmadığımız nüanslara biz bu günləri toxunacağıq sizlərlə. Ümid edirəm ki, sizin üçün faydalı olacaqdır. Eyni zamanda sıxıcı olmaması üçün çalışacağıq ki, interaktiv şəkildə, qarşılıqlı müzakirələr şəklində biz həllimizi həyata keçirək. Ekran görüntüsü yəqin ki, görsənir. Bəli, görünür. Aydındır. Deməli, bu günləri ilk başlayacağımız məsələ insan hüquqları nədir sualı ilə başlamalıyıq. Biz ümumiyyətlə insan hüquqlarının anlayışını hansı kontekstdə dəyərləndirməliyik? İnsan hüquqları dediyimiz zaman hansı meyarları əsas götürməliyik? Birinci, bu məsələ ilə bağlı başlamalıyıq. İnsan hüquqları fundamental hüquqlardan birisidir. Yəni, bu nə deməkdir? İnsan hüquqları dediyimiz anlayış təbii hüquqlar, yəni natural hüquqlar sahəsinə daxildir. İnsan hüquqları iki yerə bölünür. Dövlət tərəfindən verilmiş hüquqlar və insanların təbii olaraq əldə etdiyi hüquqlar. Dövlət tərəfindən verilmiş hüquqlar, bunlar məhdudlaşdırıla bilər. Müəyyən hərəkətlərin edilməsi ilə bağlı olaraq dövlət tərəfindən məhdudlaşdırıla bilər. Fəqət natural hüquqlar dediyimiz, yəni fundamental əsas hüquqlar, bunlar isə dövlət tərəfindən məhdudlaşdırıla bilməz. Məsəl üçün, yaşamaq hüququ dövlət tərəfindən verilmədiyi üçün dövlət tərəfindən də məhdudlaşdırıla bilməz. Fəqət digər hüquqlar ki var, müəyyən kriteriya, məhdudlaşdırılması dediyimiz zaman istənilən halda məhdudlaşdırılma anlayışını biz nəzərdə tutmuruq. Müəyyən hallarda, müəyyən hərəkətlərin edilməsi ilə bağlı məhdudlaşdırmaları nəzərdə tuturuq. Düzdür, yaşamaq hüququ ilə bağlı məhdudlaşdırmalar bəzən rast gəlinir. Düz, hal-hazırda Azərbaycan Respublikasında yaşamaq hüququnun məhdudlaşdırılması anlayışı yoxdur. Yəni, biz məhdudlaşdırılması dediyimizdən və yaxud məhdudlaşdırılması və yaxud da ki, tam şəkildə aradan qaldırılması anlayışı Azərbaycan Respublikasının qanunvericiliyində öz əksini tapmamışdır. Fəqət bir çox ölkələrin qanunvericiliyində ölüm hökmünün olması ilə əlaqədar olaraq bu hüquq müəyyən mənada məhdudlaşdırılır və yaxud da ki, ləğv edilə bilir. Fəqət bunun özü də mübahisəlidir. Yəni, dünya ölkələrinin biz praktikasını nəzər salsaq, bir çox hallarda ölüm cəzası demək olar ki, yoxdur. Azərbaycan Respublikasında 1998-ci ildə ölüm cəzasının ləğv edilməsi ilə yaşamaq hüququnun məhdudlaşdırılması və yaxud da ki, ləğv edilməsi anlayışı tamamilə tarixə qarışmışdır. Bu qısa girişdən sonra istəyirəm ki, biz əsas mövzumuza, əsas hissəyə gələk. İnsan hüquqları qeyd etdiyimiz kimi fundamental hüquqlardır, konstitusiyada təsbit olunmuşdur. Bunların hər biri ilə bağlı ayrıca izahat verəcəm. Bu ümumi bir giriş kimi hal-hazırda nəzərinizə çatdırıram və Azərbaycan Beynəlxalq İnsan Hüquqları Konvensiyasına qoşulmuşdur. Kişi, qadın və uşaq hüquqları necə tənzimlənir? İlk olaraq bu bərabərlik hüququ dediyimiz bir anlayış əsasında tənzimlənir. Ayrı-seçkiliyə qarşı mübarizə və dövlətin müdafiə mexanizmləri vasitəsilə tənzimlənir. Hüquqi bərabərlik dediyimiz anlayış əslində hamımızın gündəlik həyatda istifadə etdiyimiz bir anlayışdır. Fəqət bu anlayış
Biraz bizim hüquqi yanaşmalarımızdan və yaxud da ki, gündəlik istifadə etməyimiz arasında fərqliliklər özündə ehtiva eləyir. Bu necə ola bilər? Mən istəyirəm bu məqamda dinləyicilərə müraciət edeyim. Ümumiyyətlə biz qadın və kişi uşaq hüquqları kontekstində bərabərlik hüququ dediyimiz zaman nə anlayırıq? Bizim düşüncəmizə görə bu necə bir anlayışdır? Cavab vermək istəyən varmı? Eyni əmək haqqı alınması, eyni iş şəraitində işlənməsi, Doğrudur. bərabər Gender bərabər, məsələn deyə bilərik burada qadın və kişilər eyni hüquqlara malikdir. Yəni qadın və kişilər eyni hüquqlara malik dediyimiz zaman nə anlayırıq? Hal-hazırda görəmədim, az öncə yoldaşlardan biri qeyd elədi. Eyni əmək haqqı alınması və digər nüansları qeyd elədi. Bildirə bilərəm. Buyurun. Yəni burada o nəzərdə tutulur ki, kişi və qadın hüquqları, yəni ayrı-seçkiliyə məruz qalmasın, hansı ki, hər ikisi də nəzərdə tutulan hüquqlardan eyni şəkildə istifadə edə bilsin. Məsəl üçün, bir nəfər dedi, məsələn, eyni iş əmək haqqı ola bilər, eyni işləməkdə seçki hüququnda iştirak ola bilər, təhsil almaq da ola bilər, fikir bildirmək də ola bilər. Hansı ki, bu kimi şeylərdə eyni hüquqlara malik olması, eyni şəkildə istifadə edə bilməsi nəzərdə tutulur. Doğrudur. Deməli, bu məsələni Konstitusiyanın müvafiq maddəsi ilə diqqətinizə çatdırmaq istəyirəm. Bir saniyə. Bu mövzu haqqında fikrimi bildirə bilərəm. Buyurun. Axşamınız xeyir olsun bir daha. Hər Ümumən vaxtınız xeyir. cəmiyyətdə hüquq varsa da, yəni nə qadın, nə də kişi, yəni insanlar üçündürsə bu hüquq ya bərabər olmalıdır, ya da ki o hüquq olmamalıdır deyə düşünürəm, yəni qanunlar əsasında. Doğrudur. Hörmətli iştirakçılar, yazmağınız məqsədə uyğun deyil. İstəyirsiniz fikirlərinizi səsli şəkildə bildirin ki, mən həm monitoru idarə edirəm, həm də danışmağa çalışıram. Siz yazdığınız zaman üçünü bir arada idarə etməyin çətinliyi olur. Fikirlərinizi yazaraq ifadə etsəniz daha, səsləndirərək ifadə etsəniz daha yaxşı olar. Başqa fikir olan yoxdur. Deməli, qanunvericilikdə göstərilibdir ki, ər və arvadın hüquqları bərabərdir. Baxın, eyni deyil. Qanunvericilik deyir ki, ər və arvadın hüquqları bərabərdir. Bu xüsusi bir yanaşmadır. Yəni, qanunvericilik bizim gündəlik həyatda istifadə etdiyimizdən fərqli olaraq ər və arvadın hüquqlarının bərabər olmasından danışır. Kişi ilə qadının isə hüquqları eynidir deyir. Burada tamamilə bir fərqli yanaşma sərgiləyir. Biz əslində bunları eyni ifadə kimi qəbul edirik, bəzən sinonim ifadələr kimi qəbul edirik. Fəqət nəzəri cəhətdən konstitusiyada və digər qanunverici aktlarında bu anlayış tamamilə fərqli ifadə olunubdur. Sizə bir məsələni xüsusi olaraq vurğulamaq istəyirəm. Bu gün də təlimin əsas məqsədini mən rəsmi və ciddi məsələlərdən daha çox fərqində olmadığımız məsələlərə yönəltmək niyyətindəyəm. Ona görə də istəyirəm müzakirəni fərqli bir məcrada davam etdirmək. Sizcə qadın və kişi hüquqları bərabərdirmi? Və yaxud da ki, sualı dəyişim, bərabər olmalıdırmı? Və yaxud da ki, bərabər olması effektivdirmi? Mən cavab verə bilərəm. Buyurun. Düzdür, bizim konstitusiyada, qanunlarda mükəmməl şəkildə qeyd olunur bu bərabərlik məsələsi. Amma mən düşünürəm ki, bu əslində bərabər deyil. Çünki düşünsək, qadının yükü daha çoxdur ailədə. Həm işdə, məsələn, işləməsi, düz deyil də bu hamıya aid etmək olmaz. Ailəli, övladlı qadınlara qarşı, məsələn, iş şəraitində güzəştlərin olmaması, ancaq körpə uşaqları olur da, yəni biraz böyükləri olmaması. Bu düşünürəm ki, bu özü elə bərabərliyin əslində pozulması deməkdir. Düzdür, biz indi hamımız hüquqşünasıq, qanuna əsasən bərabər sayılır, iş şəraiti hamısı bərabər olmalıdır. Amma faktiki yanaşanda görünür ki, qadınla kişinin axı iş yükü eyni deyil. Doğrudur.
Amma bir fikir Hətta bax, qeyd eləmək buyurun, olar. Kişi buyurun, qadın buyurun. hüquqları deyəndə məsələn ki, Azərbaycan Konstitusiyasında məsələn üçün ömürlük həbs sizlərə aid edilir, amma qadınlara aid edilmir. Xanımlara. Məsələn, Bəli. xanımlar məclisdən çıxan vaxtı 120 gün şirkət hesabına çıxa bilərlər, amma kişilər isə 14 gün öz hesablarına çıxırlar. Sonra isə qadınlar ağır iş rejimində işləyəməzlər, əmək məcəlləsi, amma kişilər işləyir. Doğrudur. Bir məsələyə xüsusi olaraq diqqət etmək istəyirəm. Siz də 21-ci əsrin artıq 3-cü 10 illiyinə doğru addımlayırıq. Qadınların hüquqlarının önə çəkilməsində məqsəd nədir? Yəni, qadın hüquqlarına o qədər mi önəm verilir ki, dünya hamı bir ağızdan qadın hüquqları deyə, belə desək, barbar bağırır. Yəni, qadınları bu qədər mi birdən-birə dəyərə mindilər? Yəni, bu 18-ci əsrdən başlayaraq qadınları dəyərsiz qəbul edən bir çox hallarda, hər zaman deyil, bir çox hallarda dəyərsiz qəbul edən cəmiyyətlər birdən-birə 18-ci əsrdən sonra bir an içərisində düşündülər ki, biz qadınlara haqsızlıq etmişik, qadınların hüquqlarını özlərinə bərpa etməliyik. Belə mi düşündülər sizcə? Bir fikir söyləyə bilərəm. Buyurun. Deməli 1900 neçənci illərdə, yəni 20-ci əsrin ortalarında 2 dənə konvensiya qəbul olunmuşdu. Biri qadınlar üçün gecə əməyində işləməməyin ləğv edilməsi, yəni qadınlar da gecə əməyində işləyə bilər. Bir də yeraltı mədənlərdə deyəsən işləmək hüququ ilə bağlı, yəni qadınlara icazə verildi. Yəni bu iki konvensiyadan belə görünür ki, qadınların sırf işdən yəni daha çox işlənməsi məqsədi də bir yandan güdülür. Amma digər məsələlərdə də yəni qadınların pozulmuş hüquqlarının yəni həqiqətən də bərpa edilməsi məsələsi də yəni bu iki prizmadan yanaşa bilərik məsələn mövzuya. Qadınların hüquqlarının bərpa olunması olsaydı, o zaman ana xaqanlığı, ata xaqanlığı ilə əvəz edilən zaman o dövrdən başlamalı deyildimi? Daha qədim bir dövrdən. Qadınların hüquqları, əslində qadınların hüquqları o zaman əllərindən alınmışdı. Ana xaqanlığı, ata xaqanlığı ilə əvəz edildiyi zaman. Mübarizə o zaman başlamalı deyildimi? Yəni zaman-zaman formalaşma gedir deyə düşünürəm. Təbii ki, zaman-zaman gedir, amma diqqət etmişsinizsə bu təxminən olaraq 18-ci, 19-cu əsrdən sonra kütləvi şəkildə yavaş-yavaş 18-ci, 19-cu əsrlərdə rüşeymləri yaranmağa başladı. Xüsusən də 20-ci əsrin Sənaye inqilabından sonra daha çox məsələn. Xüsusən də İkinci Dünya müharibəsindən sonra deməli, məsələn, maraqlı tərəf odur ki, İkinci Dünya müharibəsindən sonra cəbhədə kişilərin döyüşməsi arxa cəbhədə təchizat məsələsini ortaya çıxarmışdı. Çünki kişi döyüşkən bir varlıqdır, o döyüşməli idi. Həmin dövrün tələbinə görə də elə indiki dövrün tələbinə görə də kişi döyüşməli idi. Amma arxa cəbhədə qadınlar müəyyən işlərin görülməsinə həyata keçirməli idilər. Bu zaman nəyə ehtiyac yaranırdı? Sanki bir pozulmuş qadın hüquqları var və o qadın hüquqlarının bərpası uğrunda mübarizə aparan birliklər mi deyim, ictimai birliklər, müxtəlif təşkilatlar, qruplar ortaya çıxdılar. Yəni birdən-birə diqqətlə bilmirəm, araşdıranınız olubmu, olmayıb-mu? 1945-ci illərdən sonra, təxminən bu İkinci Dünya müharibəsinin bitməsindən sonra kütləvi şəkildə qadın hüquqlarının bərpası ilə bağlı müxtəlif təşkilatlar yaranmağa başladı. Bu təsadüfüdür sizcə? Mən bir şey əlavə edə bilərəm. Axşamınız xeyir. Axşamınız xeyir, buyurun. Ümumiyyətlə, dövləti təşkil edən cəmiyyətdir, yəni dövlətin tərkibində yaşayan insanlardır və bu insanların içərisində həm kişi və həm qadın var. Bu lazım deyil ki, məsələn, götürək əmək münasibətlərini və yaxud da ki, məişət münasibətlərini. Ümumiyyətlə demək olar ki, bütün münasibətlərə baxdıqda həm kişinin rolu nə qədər vacibdirsə, qadının rolu da o qədər vacibdir və buna görə də əgər bir hüquqdan danışmaq lazımsa və onu müdafiə etmək lazımsa, təbii ki, qadın hüquqları da müdafiə olunmalıdır və onların da azadlıqları tanınmalıdır. Bundan əlavə olaraq da elə ta əzəldən bəri, nəinki ibtidai icma quruluşu, yəni lap əvvəlcədən bəri, nəinki 18-19-cu əsrdə ümumiyyətlə qadının fizioloji baxımdan və eyni zamanda belə deyim, o
əxlaq, adət-ənənə çərçivəsində həmişə hüquqları pozulub, küçümsənilib və indiyənə qədər də davam edir. Hətta məişətdə mən deyərdim ki, dəhşətli dərəcədə çoxdur Azərbaycan özündə. Ki, hansı ki, məişətdə məsələn küçədə hansısa bir hadisə olur, onu hüquq mühafizə orqanları bilə bilər. Amma məişətdə ailənin içərisində gizli saxlanılır. Heç hüquq mühafizə orqanları da ora qarışa bilmirlər ki, ailə məsələlərdir, xüsusilə Azərbaycanda. Yəni görürük, şahidi oluruq. Ona görə də qadınların hüquqları tapdalanır, onların hüquqları pozulur. Eyni zamanda o uşaq dünyaya gətirmək məsələsində, hətta sən anasan, sənə olmaz, eləyə bilməzsən, özünə fikir ver kimi fikirlərlə belə deyim, sıxışdırılır. Buna görə də nəinki Azərbaycanda, beynəlxalq çərçivədə qadınların hüquqları qorunur və təbii ki də qorunmalıdır da. Və eyni zamanda hətta bəzi məsələlər var ki, hansı ki ağır işlər, orada nə qədər ki kişilərin rolu vacibdirsə, məsələn, müharibə olsun, əsgərlik olsun və yaxud da ki, hərbi aid işlər olsun, bəzi sahələr vardır ki, orada da qadınların əməyi danılmazdır. Məsələn, uşaqların yetişdirilməsində, onların tərbiyə olunmasında və yaxud da ki, başqa sahələrdə. Buna görə də yəni sözümün canı və yekunu ondan ibarətdir ki, dövlət cəmiyyətdən ibarətdir və cəmiyyətdə də kişilər və qadınlar var və onların hər birinin rolu danılmazdır və vacibdir. Ona görə də onların hüquqlarını və azadlıqlarını paralel şəkildə qorumaq lazımdır, xüsusilə də qadınların. Mən sizə belə bir sual vermək istəyirəm. Sizcə 20-ci əsrdə qadınların hüquqları daha çox tapdalanırdı, yoxsa 21-ci əsrdə? 20-ci əsr. 20-ci əsrdə? Mən isə 21-ci əsrdə qadınların hüquqlarının daha çox tapdalandığını düşünürəm. Sizcə də 21-ci əsrdə daha çox tapdalanmırdı? Əsaslandıracağım. Amma mən sizdən fikirlərinizi soruşmaq istəyirəm ilk olaraq. Başqa münasibət bildirmək istəyən varmı? Mən bir fikir vermək istəyirdim. 1945-dən sonra dediniz ki, daha çox üzərinə düşüldü məsələlərin. Belə düşünürəm ki, orada müharibədə daha çox kişilərin ölümündən sonra əmək sahələrində boşluğun doldurulması üçün sırf qadınlara bu hüquqların verilməsi ilə qadınların işə cəlb olunmasına məqsəd güdülürdü. Plus da ümumiyyətlə sistemə baxsaq, məsələn, kapitalizm sistemində ümumiyyətlə daha çox əməyə daha çox insanın cəlb olunması məqsədi ilə, yəni əvvəllər qadınlar daha az sahələrdə, daha az işlədilirdisə, bu artıq yeni dövrdə artıq qadınlar da kişilər kimi eyni səviyyədə və daha çox işlədilir. Yəni bu sırf bu məqsəd güdür deyə düşünürəm. Təşəkkür edirəm fikrinizə görə. İcazənizlə mən dəyərli mediatorumuz Cəlal Hüseynovu görürəm. Onu salamlayıram. Mümkündürsə Cəlal müəllimdən də fikir bildirməsini xahiş edərdik. Mən salam, necəsiniz? Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Elə təsadüfən gözüm sataşdı, indi daxil oldum. Mahiyyət üzrə elə o qadın hüquqları ilə bağlı söhbət gedir, mənim üçün də maraqlıdır. Mən də bir neçə Bakıda beynəlxalq tədbirlərdə iştirak eləmişəm, amma bu sahədə biraz dinləmək istəyirəm. Sonra fikrimi bildirərəm. Təşəkkür edirəm. Buyurun, buyurun. Deməli, İkinci Dünya müharibəsindən sonra biz qeyd elədik ki, əmək münasibətləri sahəsində kişilərin müharibədə, döyüş cəbhəsində olması ilə yanaşı, arxa cəbhədə qadınlara ehtiyac yaranmışdı. Və bu sahədə kişi qüvvəsinin çatmadığı hissələrdə artıq qadınların gücündən istifadəyə ehtiyac yaranmışdı. Nəticədə qadınlara onları təşviq edici məlumatlar verilməyə başladı. Çünki qadınları ən çox nə düşündürürdü? Çünki qadınlar həmin dövrdə kişilərlə eyni haqlara, eyni hüquqlara sahib olmadıqları üçün bu fikirlər onlara cəlb edici gəlinirdi ki, yəni belə deyəkdən, müxtəlif sahələrdə olsun. Kişilər işləyirsə, qadın da işləməlidir. Qadının işləməsi artıq neçə illərdə işləməyən qadın stereotipinin qırılması deməkdir. Qadınların azad olması düşüncəsi idi. İndi gəlin bunu 21-ci əsrin kontekstində biz dəyərləndirək. 21-ci əsrdə qadın işləyir. Bir çox hallarda işləyir. Düzdür, bu qaydanı pozmur, ümumi qaydanı pozmur. Amma hər halda işləyən qadın gəlir evində müxtəlif işlərlə məşğul olur, uşağı ilə məşğul olur. Biz hər nə qədər də inkar eləsək ki,
işləyən qadın iqtisadi cəhətdən möhkəmdir, iqtisadi cəhətdən azaddır və yaxud da ki, iqtisadi cəhətdən onun ev işləri ilə məşğul olmaq imkanları başqasına tapşıra bilir, bu imkanları başqasına tapşıra bilir. Amma hər bir halda bu hamı üçün xarakterik deyil. Əksəriyyətdə bu lüks yoxdur. Yəni, bir çox qadın həm işləyir, həm də ev işləri ilə məşğul olmaq istəyir. Belə bir sual vermək istəyirəm. Amma xahiş edirəm, yalnızca işləyən qadınlar münasibət bildirsinlər. İşləyən xanımlardan neçəsi işləməyi sevir? Onlara belə bir şərait yaradılsaydı ki, onların gəlirləri normal olsun və yaxud da ki, həyat yoldaşları və yaxud da ki, valideynləri onları iqtisadi cəhətdən təmin edəcək səviyyədə olsaydı, onlar yenə də işləmək istəməyə davam edərdilərmi? Axşamınız xeyir. Mən bu barədə fikrimi bildirmək istəyirəm. Özüm Buyurun. hal-hazırda işləyən bir xanım kimi. İşitirsiniz məni, müəllim? Bəli, buyurun. Aha, şəxsən mənim şəxsi fikrimdir ki, hər bir xanımın, qadının nə qədər ər tərəfindən də, yoldaş tərəfindən də dəstək olsa, böyüklər tərəfindən dəstək olsa, mənə elə gəlir ki, hər bir qadının öz işi, öz qazancı, öz gəliri olmalıdır. Mən özüm, məsələn, yəni illərdir öz işimlə, öz peşəmlə məşğul olan adamam. Hal-hazırda karyeramı da böyütmüşəm, çox gözəldir. Bundan sonra da düzdür, ailəmdən də dəstək var, övladlardan dəstək var, amma yenə də öz işimi, öz karyeramı böyüdürəm. Biraz da daha da böyük işlərə imza atmaq fikrimdəyim. Yəni əslində mənim fikrim budur ki, xanımlar hamı işləməlidir, cəmiyyət içində olmalıdır. Gözü bağlı, necə deyim sizə, dünyadan, cəmiyyətdən geri qalmamalıdır. Baxın, bir ana kimi deyirəm mən öz fikrimi, mən uşaqlarımı, övladlarımı hamısına ali təhsil verdirmişəm ki, yetər ki, belə biraz lore dildə deyim də, qazan dibində dayanmayın. O qazan zaten bizim Azərbaycan xanımları üçün həmişə var. Bizim Azərbaycan xanımlarımız çox fədakardır, analarımız çox fədakardır. Evin işində görür, yeməyini də hazırlayır, ailəsinə də baxır, hər bir şeyə, amma öz işini də çatdırır. Yəni, qadın üçün, xanım üçün iş mütləqdir. Həm öz baxımına görə, həm dünya görüşünə görə, necə deyim, həm özü də nə qədər dünya görüşü çox olsa, yetişdirdiyi övladlar da cəmiyyətə xeyirli bir övlad olur. Mən elə gəlir ki, qadınlar işləməlidir. Təşəkkür edirəm. Başqa fikir bildirmək istəyən varmı? Mən də öz fikrimi bildirmək istəyərdim bu məsələyə. Buyurun. Mənim fikrimcə, əgər bir xanımın həyat yoldaşı tərəfindən tam bir şəkildə maddi cəhətdən təmin olunursa, heç bir xanım istəməzdi ki, hər hansı bir işdə işləsin. Düzdür, cəmiyyətlə sosiallaşmaq üçün çox yaxşıdır, amma ki, bir insan kimi qadının əlindən bir növ hüququ alınmış olur. Çünki bir xanım gedir işə, işdən qayıdır, ancaq ev işləri ilə məşğul olur. Ondan da əlavə evə qayğı göstərməlidir, yoldaşına ayrı, övladlarına ayrı. Yəni bir insan olaraq əlindən belə baxdıqda hüququ alınmış olur. Nə qədər də desək ki, cəmiyyətdədir, sosiallaşır, öz qazancı var. Amma əgər ki, yoldaş tərəfindən qadın hər tərəfli təmin olunursa, mənim fikrimcə heç bir qadın o şəkildə istəməzdi ki, hər hansı bir işlə məşğul olsun. Mən bir şey əlavə eləmək istəyirəm. Təşəkkür edirəm artıq fikriniz üçün. Buyurun. Hansı ki, qadının hüquqları əlindən alınmış olur, xeyr, elə bir şey yoxdur. Birincisi, qadınlar ona görə işləmirlər ki, sadəcə iqtisadi gəlir əldə etmək üçün, sosiallaşmaq üçün, mental cəhətləri daha yaxşı səviyyədə olmaqları üçün, özlərinin də bir sosial çevrəsi olsun və bundan əlavə olaraq cəmiyyətdə iştirak edə bilsinlər, nəinki evdə bir fərd olaraq, eyni zamanda cəmiyyətdə, hər hansı bir tədbirlərdə, hər hansı bir təşkilatda da bir fərd olmaq üçün mütləq də işləmək və bundan əlavə olaraq da ki, məsələn, çox insan fikirləşir ki, ev işləri dedikdə qadın da düşür. Yəni, bu bir şablondur, bu bir stereotipdir. Bu o demək deyil ki, məsələn, evdəki ev işlərini ancaq qadın görməlidir. Zaten 9-dan 5-ə qədər və yaxud da Evdəki ev işlərini kim görməlidir? Yəni, qadın kimi kişinin də əli və ayağı var. Konkret olaraq kim görməlidir? Evdəki ev işlərini kim görməlidir? Elə bir şey deyə bilərsiniz, amma ki... Yox, mən əks cins olaraq yox. Mən burada cins tərəfdarlıq etmək niyyətində deyiləm. O fikrində də deyiləm. Sadəcə mən sual verirəm. Mövqeyimi bildirmirəm. Sadəcə sual verirəm sizə. Yəni, Mövqeyimi bildirmirəm. Mövqeyimi sonda bildirəcəm.
Tamam, onda mən sizin sualınızı izah edeyim ki, 9-dan 5-ə Buyurun. qədər həm kişi, həm də qadın işləyirsə, bu o demək deyil ki, bütün ev işlərinin hamısını qadın görməlidir. Yəni bacara bildiyi qədər kişi də hər hansısa bir öz necə deyim, iştirakını və köməkliyini göstərə bilər. Və bu o demək deyil ki, qadın işləyirsə, sonra gəlir təzədən bir də ev iş görürsə, onun bəzi hüquqları alınmış olur. Elə bir şey demək deyil. Yəni elə bir şey yoxdur, elə bir dünya yoxdur. Aydındır. Mən bir söz Dostum, demək artıq istirdim biləməz- müəllim. Buyurun. Üzr istəyirəm. Bir dənə fikrimi demək istirdim. Birinci xanımın fikrinlə razı deyiləm mən. Çünki o elə bir ki, hər bir şeylə necə də обеспечить deyir, rusca deyirəm. Bunu olan qadının qanunları heç də əlindən alınmır. Heç bir şey. O əksinə mən şəxsən hələ qadınları çox üzr istəyirəm. Biraz elə bir ki, bir balaca bir tənbəl sayaq qadınlardır ki, ancaq ev işlərinə otursun. Yəni bunun hər bir ehtiyacları ödənilsin ər tərəfindən. Niyə otursun bu ev xanımı? Elə deyil. Əslində hər bir xanım öz üzərində işləməlidir. Öz içində olan potensialı çıxarmalıdır. Yenə deyirəm, bax bu ikinci xanımla razıyam bəzi fikirlərdə ki, yəni sosiallaşmalıdır, əlbəttə ki, cəmiyyət içində olmalıdır, daha gözü açıq olur. Yenə deyirəm, cəmiyyət üçün gözəl övladlar yetişdirə bilir elə analar. Bir də ki, müəllim, sizin sözünüzə görə deyirəm, təbii ki, ev işlərini xanımlar görməlidir. Bu zaten belədir Azərbaycan xanımlar üçün. Sadəcə olaraq xanım demək istəyir ki, dəstək olmalıdır, yardım olmalıdır kişi tərəfindən. Biz işləsəydi, işləməsəydi zaten öz işimizi görür. Ən azından həyat yoldaşı evə gələndə öz yeməyin qızdırıb görürsən ki, yoldaş işdədir, xanımın işdədir, evdə deyil. Öz yeməyin qızdırıb qabağına qoya bilər də. Yəni belə. Bayaq dediyim kimi, direktə yazdım, siz dediniz ki, canlı şəkildə deyin. Orada mən dedim ki, bəzi xanımlar var ki, gender bərabərliyin feminizmlə qarışdırırlar, sərf salırlar. Feminizm, yəni gender bərabərliyi o demək deyil ki, evdə hökümlü ancaq qadın olmalıdır, qadın nə dedi olmalıdır, yəni kişi bütün qadın işlərinə də əl qoymalıdır. Bu elə deyil. Bəzi xanımlar bunu qarışıq salır. Amma normalda öz işini sevən, öz üçün bayaq dediyim kimi işləmək istəyən bir xanım kimi, şəxsən mənim öz karyeram olan bir xanım kimi deyirəm ki, istəyən qadın onlara hamısını özü yerbəyer edir. Evin işini də çatdırır, yəni yoldaşına da baxa bilir, işini də görür, pulunu da qazanır, belə karyerasını da qura bilir. Təşəkkür edirəm fikir bildirdiyinizə görə. İstəyirəm icazənizlə verilən fikirləri qeyd götürmüşəm. Onlara münasibət bildirin. Atilla bəy, olarmı bir iki kəlmədən mən əlavə edeyim? Zəhmət olmasın. Buyurun. Əvvəla salamlayıram hər kəsi və hər bir zamanda belə deyim, fərqli fikirlər irəli sürən insanların düşüncələrinə, yanaşmasına hörmətlə yanaşmışam. Yəni özümü təqdim edeyim. Adım Ülvidi, soyadım Qədirdir, Qarabağ qazisiyəm. Yəni sosial olaraq ictimaiyyətdə çox aktivim var. Yəni ailələrlə, belə deyək də, gənc nəsil nümayəndələrlə davamlı olaraq əməkdaşlığımız müəyyən bir zaman-zaman layihələrimiz olur. Burada müxtəlif fikirlər səsləndirildi və birinci sizin sualınıza cavab verim ki, sual verdiniz ki, biraz necə deyim, inatlı formada sual verdiniz ki, evdə ev işlərini kim görməlidir? Yəni ümumiyyətlə nə Azərbaycan milli dəyərlərində, nə yəni dinimizdə belə bir qayda yoxdur ki, ev işləri mütləq qadın görməlidir. Belə bir düşüncə, belə bir yanaşma, belə bir harca yazılı bir lövhə yoxdur. Ev işlərini yəni hər kəs öz üzərinə düşən qədər müştərək formada icra eləməlidir. Mən şəxsən öz adıma deyirəm, evdə lazım olanda yemək də bişirirəm, soğan da soyuram, xanımıma kömək də eləyirəm, dəstək də oluram, nə bilim, müxtəlif işlər var da, indi istəmirəm onların adlarını sayım, bir-bir sadalayım burada. Amma real olaraq, real həyatda çox aktiv bir insanam. Yəni, işimi də ötəsindən gəlirəm. Xanım da ali təhsilli bir insandır, mən də ali hərbi təhsilli bir insanam. Qarabağ qazisiyəm, hal-hazırda arxa cəbhədə işimizi fəaliyyətin müxtəlif istiqamətləri davam etdiririk. Yəni, belə bir qayda yoxdur ki, ev işləri mütləq qadın görməlidir. Belə bir yəni, düşüncə tamamilə kökündən yanlışdır. Sonra orada bir-iki xanım, yenə deyirəm, fərqli fikirlər bildirildi və bir xanım da orada etiraz elədi ki, mən sizin fikrinizlə razı deyiləm. Bu da normaldır. Yəni, bir insan bir fikir bildirirsə, başqası ondan razı olmamalıdır. Yəni, mütləq deyil ki, ondan razı olsun. Yəni, hər kəsin öz fikri var, düşüncəsi var, yanaşması var, baxış bucağı var. Yəni, etik qaydalar çərçivəsində biz də bunu dinləyirik, baxırıq. Yəni, hər kəs öz fikrini bildirir. Yəni, bunu da qeyd edeyim. Müəyyən o qadın kişi hüquqları barəsində burada danışılır, xeyli fikirlər səsləndirildi.
Ümumiyyətlə Azərbaycan coğrafi region olaraq, yəni elə bir bölgədə, elə bir regionda yerləşirik ki, bizim özümüzün milli dəyərlərimiz, milli mentalitetimiz, yəni bunlar hər zaman bizim üçün belə deyim də, ən başda olan düstur olubdur, rəhbər olub bizim üçün. Amma çox təəssüflər olsun ki, son zamanlarda, son 20 il ərzində bu dəyərlərdən, bu mental deyək də, o milli düşüncəmizdə olan ideologiyadan uzaq düşdüyümüz üçün çox təəssüf olsun ki, bu günlərim ailələr dağılırlar. Mən hər zaman belə söhbətlərdə, belə məsələlərə statistikanı önə verirəm. Son günlərdə bir statistika mənim qarşıma çıxdı. Avropa və Azərbaycan orta, daha doğrusu Cənubi Qafqaz bölgəsində ölkələrlə müqayisədə Azərbaycan boşanmaların sayında birinci yerlədir. Mən şəxsən özümün apardığım statistikanın tam belə reallığını deyim ki, yəni boşanan ailələrin Ülvi bəy, bir dəqiqə. icazənizlə mən statistikanı ekrana verirəm. Həmin dediyiniz statistika ekrandadır artıq. Bir şey əlavə edeyim. Həm də statistika deyəsən abortların sayına görə də birinci yerdə idi Azərbaycan. Nəsə belə bir şey var idi. Bilmirəm, dəqiq fikri olan varsa deyərəm. Tam hatırlamıram o qismini, amma ola bilər. Ülvi bəy, buyurun, davam eləyin zəhmət olmasa. Başqa fikir bildirmək istəyən yoxdursa, icazənizlə mən ilkin məsələyə münasibət bildirmək istəyirəm. Var. Deməli- Mən üzr istəyirəm. Burada səsim kəsildi. Mən indi baxdım. Yəni mikrofon bağlı olubdu. Fikirlərim yarımçıq qalıbdı. Yəni ümumiyyətlə bu statistik nəticəni mən hər zaman belə deyim, müxtəlif istiqamətlərdə analiz edirəm. Yəni Azərbaycan ərazi olaraq, region olaraq bayaq bildirdiyim kimi biz elə bir coğrafi mövqedə, elə bir coğrafi ərazidə yerləşirik ki, yəni bizim Avropa dəyərləri ilə uzlaşmağımız, Avropa dəyərlərinə getməyimiz, istiqamətlərimiz bizi fəlakətə apara bilər. Və xüsusən də bayaq dediyim kimi son 20 il ərzində Azərbaycan cəmiyyətində müəyyən bir dəyişiklik baş verdi. Bu kapitalizmlə də əlaqələndirilir, keçid dövrü ilə əlaqələndirilir, müəyyən arqumentlər gətirilir ki, bu səbəblərdən dolayı bunlar baş verdi. Və orada bayaq bir xanım qeyd edir ki, bütün hallarda qadın işləməlidir, bütün hallarda qadın çalışmalıdır. Xeyr, qətiyyən. Yəni belə bir qadının, bir ananın bir vəzifəsi var, bir görəvi var. Yəni zərurət anında bəli işləməlidir, çalışmalıdır zərurətdə. Amma bayaq orada bir xanım da qeyd edir ki, bəli, əgər evin kişisi, evin bəyi öz ailəsini normal dolandıra bilirsə, qazancı yetərlidirsə, nə ehtiyacı var ki, xanım həm evdə uşağına baxsın, uşağın tərbiyəsi ilə məşğul olsun, ev işləri görsün və ya da həm getsin çöldə, nə bilim, hansı bir sahədə çalışsın, gəlsin. Bu artıq dvaynoy, traynoy artıq yəni bir qadının yüklənməsi deməkdir. Və həmçində gəlirəm mən o bayaqçı, mən baxdım mikrofon yenə bağlı idi, statistik nəticəyə. Mən özümün apardığım real bir statistik nəticə var, Atilla bəy. Yəni boşanan ailələrin, dağılan ailələrin 99,9% işləyən qadınlardır. İnanın ki. İşləyən qadınlar. Mən bir şey əlavə eləmək istəyirəm. Çox üzr istəyirəm. Hörmətli yoldaşlar, üzr istəyirəm. Fikirlər şaxələndikcə mən münasibət bildirməyim çətinləşir. İcazənizlə bir iki məsələyə münasibət bildirim, onun üzərinə davam edək. Yoldaşlardan birisi az öncə qeyd elədi ki, cəmiyyətdən qadınlar işləmədiyi müddətdə cəmiyyətdən geri qalırlar. Sizcə işləməyən qadın cəmiyyətdən geri mi qalır? Yəni işləmək qadını sosiallaşdırır, sadəcə işləmək mi qadını sosiallaşdırır? Başqa bir sosiallaşdırmaq mümkün deyil. Üz istəmək. Tamamlayım icazənizlə fikrimi. Deməli, bir çox ölkələrin praktikasını biz nəzərə salanda və yaxud da ki, səfər etdiyimiz zamanda biz görürük ki, qadınlar işləməyən kifayət qədər bəzi çox ölkələrdə işləməyən qadınlar vardır. Amma onların birliyi, yəni sosial həyatı, işləyən qadın, bizim bugün mövzumuz qadın hüquqları olduğuna görə işləmək mövzusuna toxunuruq. İşləyən qadınlardan daha çoxdur. Onlar müxtəlif tədbirlər təşkil edirlər öz aralarında. Onlar rəsmi olaraq maaş alacaq bir işdə işləmirlər, amma ailələri tərəfindən təmin olunduqları üçün müxtəlif xeyriyyə cəmiyyətləri yaradırlar, xeyriyyə cəmiyyətlərini idarə edirlər və yaxud da ki, başqa xoşniyyətli tədbirlər təşkil edir, iştirak edirlər və kifayət qədər də sosiallaşırlar. Və sizə əmin edirəm ki, hal-hazırda Azərbaycanda işləyən ən yaxşı halda, ən yaxşı işləyən qadınların bir çoxundan ötə sosialdırlar. Başqa bir məsələni qeyd edeyim. Sizin dediyinizə görə.
icazənizlə mən yekunlaşdırım, hər birinizə söz verəcəm. Məsələn, burada qeyd olundu ki, evdə ev işlərini görmək sadəcə qadının vəzifəsi deyil, kişi də kömək eləyə bilər. Yoldaşlardan biri qeyd elədi ki, evdə yemək bişirir. Bəli, mən də evdə yemək bişirirəm. Bunu açıq deyim ki, bunu kömək məqsədi ilə etmirəm. Çünki yemək bişirmək, ümumiyyətlə bunu nə qədər xanımların xoşuna gəldi, gəlmədi. Yemək bişirmək kişi təbiətində deyil. Yəni burada mütəmadi olaraq evin burada nəyi nəzərdə tuturam? Mütəmadi olaraq kişinin yemək pişirməsindən və yaxud da ki, vəzifələrin bölüşdürülməsini nəzərdə tuturam. Hər hansı bir şəxs onu hobi olaraq yemək pişirə bilər, buna okey. Buna heç bir problem yoxdur. Və bizim ən böyük problemimiz bilirsiniz nədir? Son dövrlərdə qadın və kişi hüquqları deyə biz artıq böyütdüyümüz uşaqların bir çox özünü üzr istəyirəm hər birinizdən kişi kimi aparmırlar artıq. Və çox maraqlıdır ki, bunun da səbəblərindən birisi də Qərbin bizə təbliğ etdiyi cinsi arzusulardır. Yəni, təsəvvür edirsinizmi? Qadın hüquqları anlayışı harada ortaya çıxır? Avropada. Niyə Avropada ortaya çıxır? Məsəl üçün, niyə biz Hindistanda qadın hüquqlarının başlanmasını görmürük? Mütləq ki, Avropada görürük. Niyə oradan qaynaqlanır? Niyə ki, Yaponiyada başlamır bu hərəkat, qərbdən başlayır? Niyə ki, Amerikadan, təbii ki, Amerika sonradan prosesə qoşulub. Başqa ölkələrdə, regionlarda biz görürük Avropadan. Çünki Avropada sözün əsl mənasında həmin növdə kişi qalmamışdır. Və kişi qalmadığına görə də kişi əməyindən istifadə edilə bilmirdi və qadınlar bu sahəyə cəlb edilməli idi. Və nəticədə biz iqtisadi maraqları təmin etmək üçün qadınlara hüquq verildi. İqtisadi hüquqların təmin edilməsi məqsədilə qadınlara bu hüquqların verilməsi də qadınlara cəlb edici gəlirdi. Başqa bir məsələ deyil. Sizcə bir qadının öz evində, öz həyat yoldaşına çay verməsi və yaxud da ki, iş yerində aparıb müdürün qarşısına çay qoyması hansı necə deyərlər, daha insanidir? Ümumiyyətlə. Üzr istəyirəm bir məsələdir. Burada kimisə maddi cəhətdən məcburi olaraq işləməsi, maddi cəhətdən özünü təmin etməsinin, bunun ehtiyacı varsa işləməsindən söhbət getmir. Sadəcə olaraq buradakı məsələ odur ki, mən qadınam, mən işləsəm sosiallaşa bilərəm. Mən qadınam, işləsəm azad ola bilərəm. İşləməsəm azad ola bilmərəm. Mən qadınam, mütləq ki, işləməliyəm, çünki başqa qadınlar da işləyir. Mənim ətrafımdakı bütün qadınlar işləyir. Niyə mən işləyirəm? Prinsipindən söhbət gedir. Yoxsa ki, təbii ki, ehtiyacı olan insanın işləməsi anlayışından söhbət getmir. Buyurun. Mən bir şey demək istəyirəm ümumiyyətlə və özüm də əvvəlcə təqdim edeyim. Bayaq da fikir bildirdim və təqdim eləmədim. Mən Gömrük Akademiyasının hüquqşünaslıq ixtisasında təhsil alıram və gələcəyin sizin kimi hüquqşünaslarından biriyəm. Və indi dediyim fikirlərdə öz, necə deyim, akademik həyatımda və karyeramda da axıra qədər deyəcəm və müdafiə edəcəm. Və siz dediniz ki, birincisi şeylə bağlı dediniz ki, xeyriyyə cəmiyyətlərində falan niyə işləsin ki, xeyriyyə cəmiyyətləri də təşkil edə bilər və orada da özünü göstərə bilər. Yaxşı, bu reallıqdan yanaşaq biraz da. Azərbaycanda demək olar ki, əgər işləmək mənasında, yəni fəaliyyət mənasında qadınlara nəzər yetirilirsə, zaten iki yerə bölünür. Biri işləməyən, sadəcə evdə oturan qadın, biri də işləyən qadın. Siz misal göstərə bilərsiniz ki, ümumiyyətlə, Bakıda bəlkə də, ola bilər. Amma ki, rayonlara göstərə bilərsiniz ki, hər hansısa bir qadın xeyriyyə cəmiyyəti təşkil edib və orada öz aktivliyini göstərir. Bu birinci bildirdiyim, belə deyək, fikrimdir. İkincisi də olaraq siz dediniz ki, nəyə görə bir qadın evdə oturub əlinə gətirib çay süzməyə əvəzinə gedir müdürünə çay süzür. Onu da demək istəyirəm ki, bəlkə də siz bunun fərqindəsiniz və yaxud da deyilsiniz. Siz belə bu dediyiniz cümlədə əslində şuuraltı olaraq qadınları, belə deyim, bir növ küçümsürsünüz. Çünki nəyə görə qadınları prokuror olaraq təsvir eləmirik, nəyə görə qadınları hakim olaraq, onları businesswoman olaraq və yaxud da ki, hər hansısa bir şirkətin CEO-su olaraq təsəvvür eləmirsiniz, onu öz müdürünə çay aparan yerə təsəvvür edirsiniz. Bunu həqiqətən demək istəyirəm. İcazənizlə cavablandırım. Ki, qadınları, xüsusilə Azərbaycan qadınlarının İcazənizlə cavablandırım.
fikrimi sonlandırım. Niyə bu qədər belə ancaq müdirinə çay aparan formada və yaxud da ki, hər hansısa bir yerdə xadimə kimi və yaxud da ki, nə bilim, belə niyə belə daha aşağı səviyyədə peşələrdə və ixtisaslarda görürsünüz, Eyni. daha yuxarı səviyyələrdə görmürsünüz? Sizin sualınızın özünüz dediniz ki, Azərbaycana neçə faiz nisbətini tutdunuz. Azərbaycana gəlin görək neçə faiz qadın prokurordur. Bunu bu sualı birinci aydınlaşdırmalıyıq. Çünki sizin məntiqinizin eynisi ilə yanaşıram. Neçə faizi ultra vəzifələrdə işləyir. Sizin məntiqinizdən bunu uzaqlandırmaq istəyirəm. Bu bir. İkincisi, mən Azərbaycan qadınını ümumiyyətlə aşağılamaq niyyətində deyiləm. Mən Azərbaycan qadınından daha çox hüquqlarının pozulduğunu vurğulayıram. Və qeyd etmək istəyirəm ki, nəinki Azərbaycan qadını, 21-ci əsrin qadınları azadlığı adıyla daha çox hüquqları pozulur. Mən Azərbaycan qadını ən ali dəyər, ümumiyyətlə nəinki Azərbaycan qadını, hər bir qadını ən ali dəyər kimi görürəm. Bu mənim şəxsi subyektiv fikrimdir. Mənim fikrim o deyil ki, Azərbaycan qadını aşağılanmalıdır. Mən deyirəm ki, Azərbaycan qadını, az öncə də qeyd etmişdim, 21-ci əsrdə 20-ci əsrə nisbətən daha çox hüquqları pozulur. Mənim qeyd etmək istədiyim nüans budur. Başqa bir misal deyim sizə. Gəlin, iqtisadi azadlıq, hər birinizdən üzr istəyirəm, dəfələrlə üzr istəyirəm, amma bunu mütləq ki, vurğulamalıyam. Qərbdə məşhur olan bir çox qadınlar vardır. Onlar maddi cəhətdən, bəlkə də maddi olaraq heç nəyə ehtiyacları yoxdur. Amma fəqət belə bir məsələni nəzərə salaq. Üzr istəyirəm ifadəmə görə. Müxtəlif jurnalların üz qabığını bəzəyən, qadınları müxtəlif jurnalların üz qabığı kimi görən bir zehniyyət, onları kifayət qədər yaxşı ödəyirsə və əvəzində isə o ödənişin 1000 qatını, 100 qatını, müəyyən qədər bir artıq qatını götürürsə, bu qadın hüquqlarından söhbət gedə bilməz təbii ki. Yəni, 21-ci əsrin anlayışında bunu mən qadın hüquqlarını dəstəkləyərək deyirəm ki, 21-ci əsrin anlayışında həm aşağı segment olaraq qadın həm işləyir, həm ev işinə baxır, digər segmentlərdə isə qadın sadəcə hal-hazırda bir vasitə kimi istifadə olunur və qadınların azadlığı cəlb edici ifadə olduğu üçün biz hamımız bu günləri, mən demirəm heç kim işləməsin, belə bir anlayışın yoxdur. Amma qadınların işləməsi, təbii ki, mən bu mövzunu seçərkən qalmaqallı olacağının fərqində idim. Və ona görə də bu mövzunu xüsusi olaraq vurğulamaq istədim ki, Azərbaycan qadını ümumiyyətlə milli dəyərlərə malikdir. Azərbaycan qadını, mən nəinki onun işləməsini, hətta xüsusi olaraq ona hər cür hörmət, izzətin göstərilməsinin tərəfdarıyım. Mən bariz bir nümunə deyim. Mən özüm kənddə böyümüşəm. Bizim kəndimizdə ümumiyyətlə söhbət edirəm sizə 90-cı illərdən, 90-cı illərin əvvəlləri, ortalarında bu vaxtlar idi. Hər tayfada bir qadın olurdu. Həmin qadına bütün tayfa xüsusi hörmət bəsləyirdi. Təbii ki, kişilər güc olaraq önəmli ola bilərdilər. Amma hər bir tayfanın xüsusi bir qadın olurdu ki, bu qadının dediyi söz həmişə qanun xarakterində idi. Məsəl üçün, mənim bu günlərdə bibim 77 yaşı vardı. Nəinki bizim evdə. Bütün bizim tayfanın hamısı onun sözünü qanun kimi qəbul edirlər. Onun dediyi söz heç kim onun sözündən çıxa bilmir. Niyə? Çünki burada o qadına hörmət əlaməti var idi. Hər kəs o yanlış qərar verirdimi? Verə bilərdi. Verməyibdi demirəm. Hər bir halda onun xüsusi bir çəkisi var idi. Düzdür. O işləməyib dediyimiz anlayış, mən maaşlı işləmək anlayışı nəzərdə tuturam. Həyatı boyu müxtəlif özü müxtəlif işlərdə fermerlikdə eləyibdi, əkinçilikdə eləyibdi. Amma bunu heç kim ona məcbur eləməyibdi. Heç ona ehtiyacı da olmayıbdı. Bir var tələbatlı üc baxımdan, bir də var heç ona ehtiyacı da olmayıbdı. Amma hər zaman əməyə dəstək veribdi, deyir ki, insan işləməlidir. Amma bununla da yanaşı, işləmək anlayışımız biz işləmək anlayışı dediyimiz zaman bu anlayışı nəzərdə tuturuq. Yoxsa mən gedib mütləq ki, hər hansı bir cəmiyyətdə maaşlı işləyəcəm anlayışını nəzərdə tutmuruq. Bizim nəzərimizdə maaşlı işə bağlı olmaq qadının
hüquqlarının pozulmasıdır. Biz bunu qeyd etmək istəyirik. Nəzərimizə tutduğumuz budur. Yəni başqa bir örnəklər də verə bilərəm. İndi bilmirəm bu misalım nə qədər doğru ola bilər. İstər mental cəhətdən, istərsə də dini cəhətdən. Mən dini cəhətdən başqa bir örnek verim. Əgər Azərbaycan cəmiyyətinin mentallığından danışırıqsa, dini cəhətlərindən də danışmaq istəyiriksə, ümumiyyətlə müxtəlif rəvayətlərdə qeyd olunur ki, deməli, İmam Hüseynin bacısı xanım Zeynəb müxtəlif dövrlərdə bütün mənbələrdə vardır ki, onlar İmam Hüseyn və qardaşı Əbəl Fəzl Abbas məsləhətləşəndə belə gedib hər zaman bacısı ilə məsləhətləşirdilər və son qərarı bacıları verirdi. Bu qadınına ikisinin hər zaman göstərdiyi hörmətin bariz nümunəsidir. Yoxsa ki, dediyim kimi, biz bu dəyərlər kontekstində danışırıq. İstisnanı pozan hallar varmı? Var. Yox, deyirik. Yəni, bütün cəmiyyətlərdə istisnanı pozan hallar vardır. Bizim cəmiyyətsə istisnanı pozan hallara adiləşdirdiyi üçün, bu günləri bütün bu halları adiləşdirdiyi üçün boşanmanın statistikasını mən ekrana hal-hazırda verirəm. Yəqin ki, görsənir. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Baxın, boşanmanın statistikasını mən hal-hazırda ekrana verirəm. 2000-ci illərdə Azərbaycanda boşanmaların sayı 0.7 idi və aradan keçən müddət ərzində 0.1. Bugün Avropadan boşanmaların sayı çoxdur. Niyə? Çünki biz hal-hazırda dəyərlərimizi saxlamaq qabiliyyətində deyilik. Dəyərlərimizi itirə-itirə gedirik. Təbii ki, mən dəyər dediyimiz zaman həqiqi mənada dəyər ifadə edən anlayışdan söhbət edirəm. Mental anlayışdan söhbət etmirəm. Bəli, bizim mental anlayışımızda problemlər varmı? Bəzi hallarda mental problemlərimiz var. Bunlardan xilas olmalıyıq mı? Olmalıyıq. Fəqət bununla yanaşı bizim ali dəyərdə malik olan dəyərlərimiz vardır ki, biz bu dəyərləri kənara qoya bilmərik. Bu dəyərləri kənara qoyduğumuz zaman, baxın, buradakı 0.7-nin 1.7 olan nisbəti bir müddətdən sonra əlbəttə ki, 2.1-ə qədər artacaqdır. Yəni, bu cəmiyyətin ümumiyyətlə degradasiyası gedir. Təbii ki, mən başa düşürəm ki, qadın azadlığı cəlb edicidir və mən qadınların azad olmasının əleyhinə də deyiləm. Qadınlar azad olmalıdırlar. Bu başqa bir anlayışdır. Amma azad qadın dediyimiz anlayış nədir? Biz bunu müəyyənləşdirməliyik ki, azad qadın dediyimiz anlayış nədir? Düzdür, hər birinizin fikrinə mən hörmətlə yanaşdırıram, hər birinizin fikri dəyərlidir. Amma heç bunu qeyd etməliyəm ki, mən razı deyiləm ki, qadın mütləq ki, işləyərək sosiallaşmalıdır. Mütləq ki, Axşamınız geri xeyir, qalır. Tamamlayım fikrimi, söz verəcəm. Qadın işləmirsə, bu cəmiyyətdən geri qalıbdır, cəmiyyətdən təcrid olunubdur. Mən bu fikirlə ümumiyyətlə razı ola bilmərəm. Çünki bunun dünya üzərində kifayət qədər bariz örneği vardır ki, işləməyən qadınlar da kifayət qədər cəmiyyətdə özlərinə yer tapa bilirlər. Buyurun. Axşamınız xeyir olsun. Səsimə görə üzrlə hesab eləyin. Qısaca Buyurun. məlumat verim ki, mən heç bir ali təhsilli deyiləm. Daimi olaraq iş yerim yoxdur, ailəliyəm. Burada biraz aqressiyalı söhbətlər gedişatı oldu. Burada bir neçə fikir var. Mən öz həyatım haqqında qısaca deyəcəm. Burada vurğulanır ki, xanım müəllimə üçün əgər bəy onu hər tərəfli maddi cəhətdən təmin edirsə, işləməyə də bilər və sosiallaşma. Yəni xanım işləsə daha çox sosiallaşar. Mənim həyat yoldaşım hal-hazırda məni maddi cəhətdən hər tərəfli qoruyur. O belə deyim, balansı məndə rahat şəkildə tutur. Amma mən yenə də heç bir ali təhsilim olmağına baxmayaraq heç bir yerdə çalışa bilmirəm. Və bu arada bunu da qeyd edim ki, biz Rusiyada yaşayırıq. Hal-hazırda bəlli bir şeylərə görə mən Azərbaycandayam. Və mən hər iki ölkədə də olsa da çalışa bilmirəm. Çünki ali təhsilim yoxdur və mənim çalışacağım yerlər var əlbəttə ki, ali təhsilli, orta təhsilli olsam belə, amma ki, hal-hazırdakı gedişata uyğun deyil. Çünki mənim evladım var, üzr istəyirəm böyüklərdən və balacadır.
Amma burada bir sual var ki, xanım çalışmalıdır mütləq ki, daha doğrusu bir cavab var idi. Xanım çalışmalıdır mütləq ki, özünü inkişaf elətdirsin və yaxud da daha fərqli bir cəmiyyətə, daha gözəl şəkildə və yaxud da belə bu şeylərdə, yəni yenidən vurğulayım, artıq hər kəs bilir ki, nə söhbət idi. Xeyr, mən bununla razı deyiləm. Mən heç bir ali təhsilim yoxdur. Ali təhsilim olmasa belə heç bir yerdə davamlı şəkildə çalışmamışam. Amma hər bir şəkildə hal-hazırda evladım olmağına baxmayaraq, böyüklərdən və bəylərimizdən üzr istəyərək, ikinci dəfə ana olmağıma hazırlaşaraqdan özümü inkişaf etdirirəm və mənim özümü inkişaf etdirməyim hər hansısa bir yerdə kiminsə yanında və yaxud da ki, hər hansısa bir yerdə öz biznesimi qurmağıma mane və yaxud da şey deyil ki, mən hardasa gedib işləyəcəm ki, inkişaf edəcəm. Xeyr, mən hal-hazırda utanmadan, bu ümumiyyətcə hüquq haqqında heç bir məlumatım olmadan və bu mənə nəsə qatar. Mən burada daha çox şeylər özüm üçün, ailəm üçün, evladım üçün nələrsə öyrənə bilərəm. Gələcəyə verə biləcəyim savadlı bir evladım olacaq və onun hüquqlarını bilməyim üçün qoşuluram. Mən hardasa işləsəydim bəlkə də mən indi evə gəlmiş olacaqdım və ümumiyyətcə bəlkə də heç bu iş haqqında məlumatım olmayacaqdı, bu keçid haqqında məlumatım olmayacaqdı. Əslində aqressiyanı başa düşürəm. Mən də gənc nəsiləm, yəni 25 yaşım var. 25 yaşım hələ bu il tamam olacaq. Amma mən aqressiyanı anlaya bilmirəm. Çünki indiki gənc nəsillər istər ali təhsilli olsun, istər orta təhsilli olsun, dəhşətli dərəcədə aqressiyalıdırlar. Dinləmədən cavab verməyi və dinləmədən cavabı götürüb geriyə qaytarmağı şey edirlər. Burada əlbəttə ki, heç kəsə heç bir mənfi bir şeyim yoxdur. Hər kəs özünün işidir. Sadəcə mən öz fikrimi bildirirəm. Əlbəttə ki, hər bir xanımın yaşanmışlıqları var ki, onun bir aqressiyası olur. Bu hər kəsdə belədir. Amma bir şey var ki, birimiz sağda, birimiz solda oturmuşuq, amma ortadakı krujkanın bir qolu var. Əslində hər kəs eyni şeyi deyir, sadəcə fərqli yerlərdən baxır. Bu bir. İkincisi, mən bu yöndə bunu da deyə bilərəm ki, bayaq xanım dedi ki, şəhərlərdə. Əslində elə ən pis şey budur ki, biz şəhər-kənd ayrımını çox edirik. Məsəl üçün mən özüm heç kəs burada məni tanımır. Adım Sücayət xanımdır. Mən çox belə deyim, varlı və yaxud da ki, belə normal bir ailədə dünyaya gəlməmişəm. Hər hansı bir cəmiyyətə qoşulmamışam. Hər hansı bir ali təhsilli cəmiyyətim olmayıb. Həmişə biraz daha fərqli. İndi burada demək istəmirəm, amma daha fərqli düşüncədə bir insanlarla böyümüşəm və bir insanlarla ortamında olmuşam. Amma bu o demək deyil ki, mən nələrsə bilməməliyəm və nələrsə hardasa öyrənməliyəm. Bu sadəcə bu o demək deyil ki, mən gedəcəm, hər hansısa bir ya təhsil alacağam ki, nəsə inkişaf eləyəcəm və yaxud da ki, hər hansısa bir yerdə işləyəcəm ki, mən inkişaf eləyəcəm. Bu da o demək deyil. Və burada bir şey də vurğulayım ki, məsəl üçün burada bayaq xanım dedi ki, Bakıda daha çox yaranır. Əlbəttə ki, Bakıda imkanlar daha çoxdur kənd yerindən, amma bunu da qeyd edim ki, kənddə elə insanlar var ki, bunlardan inşallah ki, pis mənada qarşılanmaz, düzgün şəkildə başa düşülər. Amma mən bir kənddə, Şəmkirdə böyümüş, heç bir özümün ayrıca gəlirim olmadan xeyriyyə yeri ayırmışam və bu xeyriyyə yeri 15 nəfərdən ibarətdir. Həmin o xeyriyyədə kimlər iştirak eləyir? 15 nəfərin içərisində kimlər var? Heç bir zaman özünün daimi maddi gəliri olmayan, hər zaman özü üçün nələrsə etməyə çalışan və əlavə gəliri olmadan da hər ay bir dəfə istər heyvanları olsun, istər baxımsız qadınlar, yəni baxımsız deyəndə yenə deyirəm, amma səhv anlaşılmasın. Yəni hər hansısa bir baxıma ehtiyacı olan, amma bəlli bir qısıtlamalar yaşayan və yaxud da uşaqlar olsun. Biz bunu çəkərək, biz bunu insanlara nümayiş edərək etmirik. Sadəcə o həmin 15 nəfər öz arasında pul yığaraq ayda bir dəfə bir insana köməklik edir. Pulun miqdarı 100 manatdan yuxarı olmur. Hər zaman 100 manat və 20 manatdan yuxarı olur. Yəni sadəcə biz bunu böyüdə bilmirik. Niyə? Çünki hal-hazırda dələduzluq o qədər baş tutub ki, artıq insanlar bunu etməyə belə qorxur. Və biz bunu 15 nəfərdən yuxarıya qaldıra bilmirik.
uşağımı indi sakitləşdirdiyimə görə indi səs aça bildim və mən ailəli bir xanım olaraq bunu da deyim ki, mənim yoldaşım hal-hazırda mən Rusiyada olanda, indi də əlbəttə ki elədim, amma mən hal-hazırda Rusiyada deyiləm deyə belə bir cümlə qururam. Rusiyada olanda çox ağır bir iş rejimində işləyir. Düzdür, öz işidir, əlavə heç kim üçün işləmir, amma yenə də ağır işdir. O hər zaman evə çox yorğun şəkildə gəlir. Elə bir yorğun halda gəlir ki, durub özünə çay süzə bilmir. Mən həmişə düşünmüşəm ki, əgər mən haransa bir yerdə çalışsam, yəni biz eyni şəkildə gəlsək də, istər çalışmasam hal-hazırdakı gedişatıma uyğun olaraq da, o çayı onun qarşısına mən və yaxud da o qoymağı önəmli deyil. Əsas o evə içəri girəndə hər kəs özü düşünməlidir ki, mən gəlmişəm və hər kəsin bir tələbatı var. Hal-hazırda o tələbatı mən yarada bilirəmsə, yarada bilərəm. Baxın, yenə deyirəm, çox da vaxtınızı almaq istəmirəm. Uzun danışdığıma görə də üzrlü hesab eləyin. Baxın, yenə deyirəm. Mən evdə, o bir söz var, yoldaşın çöldə çəkdiyini yoldaş, xanımın evdə çəkdiyini xanımlar anlayar. Və bir şey var ki, yoldaş evdə bəlirli bir çətinliyi yaşayır. Bunu çöldəki bəyin hiss etməyi çox nadir hallarda olur. Xanım da evdə çətinlik çəkəndə çöldəki bəyin çətinliyini hiss etməyi çox nadir hallarda olur. O halda boşanmalar azalar ki, hər iki insan biraz eqosunu, biraz necə deyim, bu şeylərini kənara qoyub qarşındakını anlamalıdır. Mən orada bugün bütün gün uşaqla məşğul olmuşam, əsəblərim korlanıb, gəlib nə olsun işləyir, öz çayını özü qarşına qoysun deyərəmsə, əlbəttə ki, 2 ildən sonra və yaxud da 1 ildən sonra, heç 2 aydan sonra əlbəttə ki, mən də boşanaram. Amma mən o stəkanı onun qarşısına qoyanda, onun bir çox sağ olu mənə yetərlidir. Amma bir halda var ki, mənim yoldaşım evə gələndə, sadəcə mənim qapını açanda, üz mimikama baxanda hiss eləyir ki, mən o çayı onun qabağına qoya bilmirəm, gedib öz çayını süzür. Əslində bu gedişat hər zaman olarsa, boşanmaların da sayı azalar. Mən belə düşünürəm. Və bir də burada siz dini şəkildə vurğuladınız. Mən bir dindar xanım olaraq, yəni özümü bu şəkildə görürəm. Hicablı xanım olaraq bunu da vurğulayım ki, hər zaman ailə həyatımda, yəni mənim birinci ailəmdə, evlad rolunda olduğum ailəmdə heç bir zaman qadının fikri önəmsəməyib, qadının fikri dəyərləndirilməyib. Amma mənim ikinci ailəmdə, yəni mən həyat yoldaşı, ana olduğum ailəmdə hər zaman qadının və ananın rolu necə böyük olduğu hiss elətdirilib. Əgər mən bu düşüncə ilə gedərəmsə və bununla pöhrələnib ortaya çıxaramsa ki, yox, mən ailəmdə belə olmuşam, burada belə olmuşam və mən bunu bu şəkildə davam etdirməliyəm, bu da belə bir şey deyil. Çünki hər kəsin böyüməyi və böyüdüyü anda aldığı travmaları fərqlidir. Mən ailədə görməmişəm deyə və yaxud da və bunu da qeyd edim ki, mənim yoldaşım, biz eyni həyatlar yaşamışıq əslində. Onun da ailəsində heç bir zaman xanıma hörmət verilməyib və heç bir zaman xanımın sözü kənara atılan bir şey olub. Amma o bunu davam etdirmir. Nə də mən bunu davam etdirmirəm. Yəqin ki, izah eləyə bildim. Uşaq artıq çox narahatdır. Mən səsi bağlayım və siz çox gözəl şəkildə sizi dinləyirəm. Sadəcə həqiqətən də hər kəsin, yenə deyirəm, fikirləri çox önəmlidir. Sadəcə aqressiyanı biraz özümüzdə, belə deyim ki, buraxaq, aqressiyalı olmayaq, hər fikirləri daha fərqli şəkildə baxmağa çağırıram. Əlbəttə ki, hər kəs doğrunun tərəfdarıdır, hər kəs doğru danışmağın tərəfdarıdır, hər kəs doğrusunu deməyin tərəfdarıdır. Bu zaten bir mənalı belədir. Amma hər kəs öz yaşanmışlarını deyil də, həqiqəti yaşasa, həqiqəti danışsa, daha doğrusu danışsa daha yaxşı olar. Çox sağ olun Yəqin fikirləriniz ki, üçün. unutduğum bir şeyim yoxdur. Təşəkkür edirəm. Buyurun. Mən təşəkkür edirəm ətraflı məlumat verdiyiniz Mən bir üçün. şeydə fikir bildirmək istəyirəm, çox qısa olaraq. Buyurun. Zəhmət olmasa qısa bildirək ki, yekunlaşdıra biləyim. Yaxşı. Mən sadəcə burada olan bütün iştirakçıları və sizin nəzərinizə çatdırmaq istəyirəm ki, ümumiyyətlə qadın işlədi deyəndə 8-dən 5-ə və ya 8-dən 9-dan 6-ya, 9-dan 5-ə qədər olan ağır iş prosesi deyil də, bəlkə də özünün yaratdığı şəxsi biznesdə nəzərdə tuta bilərik. Bunun əlavə olaraq freelans işlədiyi işləri də nəzərdə tuta Təbii ki. bilərik. Part-time işlədiyi işləri də nəzərdə tuta bilərik. Bəli, Və onun hamısı
onun sosiallaşmağına və cəmiyyətdə bir fərd olaraq daha möhkəm olmağına və daha gözüaçıq olmağına şərait yaradır. Bu bir fikrimdir. İkinci fikrim də onu demək istəyirəm ki, ümumiyyətlə Şücaət xanım idi, səhv eləmirəmsə, xeyriyyə cəmiyyətləri ilə bağlı yoxsa bayaqkı hicablı xanım idi, adını səhv edimsə üzr hesab eləsin. O dedi ki, xeyriyyə cəmiyyətləri və sadəcə bir müqayisə aparmaq istəyirəm ki, xeyriyyə cəmiyyətləri bir kənarda və sənin işlədiyin iş bir kənarda. Sənin işlədiyin işdən sənin həm iqtisadi gəlirin var, həm daha çox sosiallaşa bilirsən və həm də daha çox özünü göstərib ümumiyyətlə sübut eləyə bilirsən. Həm özün özünə qarşı ki, mən nəyi bacara bilirəm. Nəinki amma sən xeyriyyə cəmiyyətində iqtisadi gəlir əldə eləmirsən və yaxud da ki, daha az adamın içərisindəsən və sairə və ilaxır. Bu qədər deyəcəklərim. Təşəkkür edirəm fikriniz üçün. İstəyirəm sonuncu fikrinizdən başlayam. İlk olaraq biz niyə nəyisə sübut etməyə çalışırıq? Sübut etməyimizə ehtiyac yoxdur. Biz özümüz nə olduğumuzu Çox üzr özümüz istəyirəm. Mən bilirik. onu dedim ki, sübut eləmək, yəni özünün özünə olan sübut eləməyin ki, yəni mən nələri bacara bilirəm. Hər birimiz özümüzün nəyə qadir olduğumuzu onsuz da özümüz bilirik. Yəni nəyə sübut etməyə çalışırıq? Laf kənar olsun və yaxud da ki, özümüz olsun. Niyə özümüzə birinci nəyisə sübut etməyə çalışırıq? Bu birinci Çünki məsələmiz. özümüzdə nəyisə bacardığımız nəyisə sübut eləsək, biz düşünərik ki, məsələn, tutaq ki, 10 ballıq dəyərli olan bir şeyi biz onu bacarsaq və özümüzə sübut eləsək, biz başa düşərik ki, mən 10 ballıq bir şeyi bacara bilirəmsə, məsələn, for example olaraq deyirəm, deməli bu 15 ballıq bir şeyi də mən bacara bilərəm deyib daha motivasiyalı və daha həvəslənə bilərik. Təşəkkür edirəm fikriniz üçün. Mən səsləndirilən müxtəlif fikirləri münasibət bildirmək istəyirəm. Az öncə iştirakçılardan biri qeyd etdi ki, ikisi evə yorğun gəlir, qadın da evdə yorğun. Yəni ikisi də işdən gəlibdilər, ikisi də yorğun. Təbii ki, bu absurd bir vəziyyət yaranır. Növbəti məsələ odur ki, ümumiyyətlə, qadın dediyimiz anlayış, bunu heç çox unutmayaq. Qadın anadır. Bunun ikinci bir variantı yoxdur. Qadın hər şeydən öncə bir anadır. Bunu təbiət qadına bu formada yükləyibdir. Ona görə də şəxsin ən birinci məsələsi, əgər ailə münasibətləri vardırsa, biz bunu ailə münasibətləri üzərində dəyərləndirirsə, bir halda qadın analıq vəzifəsini hər şeydən önəmli yerinə yetirməlidir. Əgər təbii ki, yəqin ki, ailəli olan şəxslər vardır, övladlar olan şəxslər vardır iştirakçılar arasında, onlar yəqin ki, müşahidə ediblər. Ümumiyyətlə, hər bir şərəfdən nə qədər övladına yaxın olsa da, övlad hər zaman anaya daha yaxındır. Niyə yaxındır? Çünki bunu təbiət yükləyibdir. Bizim qarşı gəldiyimiz anlayış, biz istəyirik ki, təbiətə qarşı gələk. Təbiətə qarşı gəlmək zahirən mümkün görsənə bilir. Amma təsəvvür eləyin, insan hüquqları, qadın hüquqları anlayışı neçə illərdə davam edən anlayışdır. Bu gün də gündəmdədir. Niyə bu gün gündəmdədir? Çünki bu təbii anlayışa qarşı gəlmək mümkün deyil. Qarşı gəlmək mümkün olsaydı, artıq bu anlayış sıfırlanmış olardı. Və biz bu günləri bu mövzunu müzakirə etməmiş olardı. Və biz bu günləri bu mövzunu müzakirə ediriksə, artıq deməli, düşünməmiz gerəkən məsələ olur ki, biz təbii olana qarşı çıxmaqla sadəcə müzakirələrin ömrünü uzatmış oluruq. İkinci bir məsələ. Misal üçün, bayaq bir məsələni dedim, mental anlayışı toxunduq, yadımdan çıxdı, qeyd eləmək, indi vurğulamaq istəyirəm. Biz mental anlayışlarımızı dedik ki, bəzi anlayışlarımız vardır ki, xilas olmalıyıq mı, olmalıyıq və ya ki, dəyərlərimiz var, onları yaşatmalıyıq mı, yaşatmalıyıq. Misal üçün, biz Azərbaycan şərq xalqı olaraq, üzr istəyirəm,
Atilla bəy, 10 dəqiqə sonra təlimi yekunlaşdırırıq. Tamam, toparlayıram. Üzr istəyirəm. Biz bir şərq mentaliteti olaraq bir düşünsək, ümumiyyətlə Azərbaycanın son dövrlərdə ən çox müzakirə olunan məsələlərindən birisi, xüsusən də yay aylarında bunu kameraya da çəkirlər, sosial şəbəkələrdə paylaşırlar. Kişi şort geyməz. Halbuki bizim əgər mental anlayışlarımızdan söhbət edirsə, biz bildiyimiz qədərlə ümumiyyətlə qadın şort geyməməlidir. Amma biz müzakirə edərkən kişinin şort geyəcəyini və ya da qadının hər hansı birinin geyəcəyinə qərar qazandırmış və ya da ki, əksi mövqedə durmuş niyyətində deyiləm. Sadəcə olaraq biz mental anlayış olaraq düşünürüksə, mental anlayışımızda biz qadını daha çox tənqid etmək əvəzinə o zaman kişiləri daha çox tənqid edirik. Bəzi məsələlərdə biz kişiləri daha çox tənqid etmək əvəzinə qadınları daha çox tənqid edirik. Misal üçün, bir məsələni qeyd edeyim. Biz qadın hüquqlarından danışarkən heç fərqində olmadan da bəzən kişi hüquqlarının da pozulmasına şahid oluruq. Biz ona görə mövzumuzun adına qadın və kişi hüquqları olaraq, qadın kişi uşaq hüquqları olaraq qeyd etmişik ki, burada biz gündəmdə olan mövzu qadın hüquqlarıdır, fəqət biz kişi hüquqlarının da pozulmasına şahid oluruq və açıqlanmış statistikanı mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, qadın zorakılığa məruz qalma ilə bağlı, yəqin ki, slayd ekranda görsənir. Bəli, görünür. Deməli, biz 2025-ci ilin ilk 3 ayında deməli, zorakılığa məruz qalmış şəxslərin statistikasını təqdim edirəm. 117 qadın, 12 kişi və 93 müxtəlif formada zorakılığa məruz qalıbdır. Təsəvvür edə bilirsinizmi? Azərbaycanda kişilər zorakılığa məruz qalmaları ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət edirlər. Və əslində, bu keçmişin statistikasının rəqəm sıxlığı olsun deyə nəzərinizə təqdim etmək istəmirəm, amma keçmişdən bu günə bu statistika artan dinamika ilə davam edir. Yəni, biz artıq neçə müddətdir ki, kişilərin hüquqlarının pozulması ilə qarşı-qarşıyıq. Yəni, bir kişi hər hansı bir hüquq mühafizə orqanına, onun hər hansı bir qadın tərəfindən hüququnun pozulması ilə bağlı müraciət edirsə, siqnal verməliyik artıq. Həyəcan təbilini çalmalıyıq. Təsəvvür edə bilirsinizmi ki, Azərbaycan qadını biz ev işini görməsin, tamam. Azərbaycan qadınla kişi ilə bərabər olsun. Amma ki, qadın kişiyə şiddət göstərsin. Yəqin ki, bu artıq nə mental cəhətdən, nə də insanlıq cəhətdən qəbul edilməz anlayışdır ki, artıq Azərbaycan kişisi şiddətə məruz qalır. Ümumiyyətlə, Azərbaycan kişisinin şiddətə məruz qalması ilə bağlı hər hansı birimizin tanış olduğu bir hadisə varmı? Yoxdur. Və mən son olaraq hüquqi məsələlərimizdən biraz çox uzaqlaşdıq. Qayıtmaq istəyirəm hüquqi məsələlərə ki, bu sahədə tənzimləməni həyata keçirən icra hakimiyyəti orqanı müxtəlif vaxtlarda Azərbaycanda nikah yaşının artırılması ilə bağlı təşkillər də çıxış edibdir və bu günləri deməli 2011-ci ildən sonraki dəyişikliklər, mülki məcəlliyə aparılmış dəyişikliklər nikah yaşı dəyişdirilibdir. Hal-hazırda iyul ayının 1-dən hər iki cins üçün nikah yaşının 18 yaşa çatdırılması planlaşdırılıbdır və çox maraqlıdır ki, statistikaya görə nikahdan kənar doğulan uşaqların mən hal-hazırda statistikasını verirəm ekrana. Belə bir məsələ vardır ki, Azərbaycan cəmiyyətində bir çox halların qanunla qarşısı alınsa da, amma Azərbaycan cəmiyyəti qanundan kənar yolları tapmaqda maraqlıdır. Yəni, bu yolları tapa bilirik. Biz dəfələrlə praktikamızda müşahidə eləmişik ki, nikah yaşının qadınlar üçün 17-dən 18-də çatdırılması bir çox hallarda yaxşı nəticəyə səbəb ola bilsə də, bir çox hallarda isə daha mənfi nəticələrə səbəb olur. Bu yaşın 17-dən 18-də qaldırılması
Bir çox hallarda nicahdan kənar uşaqların doğulması ilə nəticələnir. Necə baş verir? Rəsmi olaraq nicah münasibətləri dövlət tərəfindən qeydə alınmır. Fəqət 18 yaşlı şəxslər faktiki olaraq nicah münasibətlərində olurlar. Belə deyək, el aidiyyəti ilə nə toy olur, nə nişan olur, heç bir belə bir hal baş vermir. Amma faktiki olaraq şəxslər nicah münasibətində olurlar ki, və gözləyirlər ki, xanımların yaşı 18 yaşa çatsın. 18 yaşa çatanda isə rəsmi olaraq dövlət tərəfindən nicahları qeydə alınır. Yəni, bu bir tərəfdən biz Ailə Qadın və Uşaq Problemləri üzrə komitənin yaşı, qadınlardakı yaşı artırması xoş qarşılasaq da, eyni zamanda nəzərə almalıyıq ki, bu tip hallarda nicahdan kənar uşaqların sayı da təbii ki, artacaqdır və çox təəssüf ki, son illərin statistikası onu göstərir ki, Azərbaycanda da elə nicahdan kənar doğulan şəxslərin də sayı hər keçən gün artır. Mən istəyirəm, baxıram saat gecə oldu, limitimizi də yavaş-yavaş doldurmaq üzrəyik. Başqa sualınız yoxdursa, bitirmək istəyirəm. Varsa müzakirə edə bilərik, bir 5 dəqiqə. Təşəkkürümü bildirirəm sizə Atilla bəy. Həqiqətən çox maraqlı və faydalı bir webinar başa düşdü. Yəni həqiqətən də bir-birindən fərqli, bir-birindən rəngarəng fikirlər dinlədik. Bu da hər bir insanın əsasla dediyimiz mövzumuzun qaynaq olan sosiallaşmasına, ictimailəşməsinə, fikirlərin daha da şaxələnməsinə aparıb çıxardır. Həqiqətən də maraqlı oldu, faydalı oldu. Təşəkkürümü, minnətdarlığımı bildirirəm sizə. Çox sağ olun bir daha. Mən təşəkkür edirəm. Son olaraq onu da qeyd edeyim ki, bizim bugün webinarımızın məqsədi, indi hər halda bunu mən sonunda qeyd eləməliyəm. Məqsədimiz bir fərqindəlik yaratmaq idi və çalışırdıq ki, bu fərqindəliyi yaradaq. Burada hər hansı bir fikri və ya dəstək olmağımız və ya da ki, əks arqumentdə dayanmağımızın səbəbi şəxsi fikirlərimiz olmaya da bilir bəzən. Bizim məqsədimiz o idi ki, fərqli qütbdə olan insanların digər qütbdə olan insanlara fikirlərini səsləndirməsi, onların fikirlərinə tanış olmasına şərait yaratmaq idi. Ona görə də mümkün qədər mən özüm də bu münasibətləri, əks qütbdə olan münasibətləri dərinləşdirməyə çalışdım ki, biz müxtəlif fikirlərlə, yəni qarşılaşmadığımız və yaxud da düşünmədiyimiz fikirlərlə danışaq. Həm sizlərlə, həm də özüm mən çalışdım ki, sizlərdən də bir fikir uğurluyum. Ümid edə bilirəm ki, daha doğrusu ümid edirəm ki, siz də məndən hər hansı bir fikir uğurlamısınız. Mənim məqsədim içində bu webinarda demək lazımsa sizin fikirlərin bir hissəsini uğurlamaqdır ki, bunu gələcəkdə elmi tədqiqatlarda istifadə etməkdir. Mən hər birinizə iştirak etdiyiniz üçün təşəkkürümü bildirirəm. Hər birinizə uğurlar arzu edirəm. Gecəniz xeyir olsun. Bir saatdan çoxdur ki, artıq dəyərli vaxtını ayırıb iştirak edən hər bir iştirakçımıza, eyni zamanda Atilla bəy sizə təklifimizi qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Növbəti təlimlərimizdə görüşmək ümidi ilə gecəniz xeyrə qalsın. Xeyrə qarşı, sağ olun.